Okey, başladıq. Ötən dərsdən ev tapşırığından birinci səhvlərə baxaq, sonra keçid alırıq bu digər məsələlərə, reading, listening müzakirələrinə. Deməli, getdik. Buradan dinləmədən kimdə var sual? 1-dən 4-ə qədər, 5-ə qədər. Mənim bir özü var. Bir özü var. Aha. Which of the following questions does the dialogue answer? Verilən suallardan hansına dialoq cavab verir? Burada dinləyərkən başa düşdüyü uşaqlar, anlaşılmaz olan hissələr var idimi? Okey. Var idisə, istəyirsiniz gəlin transkriptə də baxaq paralel. Amma ümumiyyətlə uşaqlar məsləhət görürəm ki, diqqətinizi sırf ayırın dinləməyə yazarkən. Yazıb qutarandan sonra ki, plus minus qoymusunuz, onda transkriptə baxın. Okey, gələk mən bu izahı verim. Keçid alaq. İndi transkriptə açıq qoymuşam. Yəni test izah edeyim, keçid alaram. İndi onu harda eşidilmişdi, harda qeyd olunmuşdu, onu göstərməyə. Birinci testdə who offered Kate to remain in Hungary? Kim Kate-ə Macaristanda qalmağı təklif etdi? Burada suala verilənlərdən hansı cavabı mətndə var? Yəni bu hissə suala cavab olmalıdır mətnin içində. Burada doğru cavab olacaq D variantı. Where did Kate live all her childhood? Öz uşaqlığı boyunca Kate harada qaldı? Biz ötən dərs bunu müzakirə edərkən ümumiyyətlə hər birinizə deyirdim ki, xüsusilə dinləmə testlərini yazarkən öncədən dinləmə ilə tanış olmaq müddəti verilir testlərə. Orada xüsusilə diqqət ayırırıq açar sözləri qeyd etməyə, düzdürmü? Və uşaqlar, açar sözlər vasitəsilə dinləmədə biz ipuçları tapırıq. İndi gəlin bir dənə bu transkripti də açım. Deməli, burada uşaqlar, deməli bu hissə verilib harda? Ekran görünür uşaqlar, deyəsən bu bağlandı. Görürsünüz ekranı? Hayır. Yox, müəllimə. Bəs deyin də mənə, belə nəsə görünməyən kimi sırası deyin, nəsə qaraldı, soruşmasam xəbər ver, yox sizdən. Aha, burada uşaqlar, bax, həmən hissədə qeyd olunub ki, uşaqlıqda yaşamaq məsələsi, location hissəsində. He wasn't, gəlin ümumiyyətlə ümumi dənəni tərcümə edeyim. Birbaşa tərcümə edirəm hər birinizə. Well, thank you very much for agreeing to come this end. Bu gündəlik, daha doğrusu həftəlik jurnala müsahibə verdiyinə görə və bizə gəlməyə razılıq verdiyinə görə minnətdaram. O da bir məmnuniyyətlə, çox xoş idi mənə. İkinci abzasının tərcüməsi. Mənim sənə soruşacağım çox sual var. Uşaq ekranda burada işarəliyə birbaşa tərcümə edirəm. Ümid edirəm ki, hər kəs onu izləyə bilir. Çox vaxt getməsini istəmirəm oxumağa. Mən sənə soruşacağım çoxlu suallar var, lakin ilk öncə sən mənə deyə bilərsənmi, öz həyatının ilk illərindən danışa bilərsənmi? Məncə sən Şərqi Avropadansan, elə deyilmi? O da deyir, bəli, doğrudur. Mən Macaristanda 21-ci il, aprelin 21-i 1961-ci ildə anadan olmuşam və orada bütün uşaqlığım boyu orada yaşamışam. Əslində mən Macaristanda 22 il yaşamışam. Okey, bu hissədən məlum oldu testimizin cavabı. İndi isə keçid alırıq testin özünə. Burada uşaqlar, where did Kate live all her childhood? Öz uşaqlığı boyu harda yaşayıb? Macaristanda, 22 il hətta. Cavab D. Yəni sualın cavabı D variantıdır. Əslində qalsa sual cavab deyil. Yəni D variantının cavabı testdə var. Aydındır. Sonra keçid alırıq neçənci testdə deyin gəlsin. Üçüncü. İkinci test. 3 müəllim zəhmət olmasın. Aha. 3-də uşaqlar, choose the correct statements according to the dialogue. Dialoqa əsasən düzgünü qeyd edin. Burada Kate was a popular dancer before getting married. Ötən dərs mən sizə dedim ki, açar sözləri qeyd edərkən hər bir variantda baxmaq lazımdır. Bizim inkarlıqlarımıza, xüsusi isimlərə, ümumiyyətlə antonim yarada biləcək hansısa bir vasitə varmı? Məsələn, burada before'un yerinə after ola bilər və yaxud da B variantında America ola bilər, təhlükəli hissə və yaxud da C variantında Kate'in anası və yaxud da yaşlı təqaüdçü olmağı hissəsi ola bilər. İndi isə burada səhv yazan nə yazıb desin, mən indi ona uyğun doğru cavabı qeyd edim. Mən burada Y variant yazmışam. Kate loves studying because her father was a teacher. Kate təhsili çox sevirdi çünki onun atası müəllim idi. Xeyr. C variantı da doğru. İndi mən onu transkriptdə göstərim, tam hər kəsə anlaşılır olsun.
Burada ardınca bax valideynlərindən danışmağa başlayırlar. Bəs sənin ailən necə valideynlərin? Mənim anam və atam Macaristanda qaldı. Onlar məndən gəlmədilər və mənim atam tarix professorudur universitetdə. Sonra ardınca deyir ki, o çox məşhur deyil, lakin mənim anam tamamilə məşhurdur. O məşhurdur, pianistdir və çoxlu Macaristanda konsertlər verir. O çox səyahətlər edir və sənin anan pianist olduğuna görə sənin üçün musiqi çox vacib olar, düzdürmü? O da deyir, bəli. Mən həmçinin mən də deyir pianinoda I used to dance. Mən anam pianino ifa edəndə mən rəqs edərdim. Uşaqlar, indi burada atasına görə təhsili məsələsi və yaxud da anası ilə bağlı olan hissələr və burada qeyd olunub, indi isə təqaüd məsələsinə baxırıq. Həmçinin deyir, onlar yaşlı təqaüdçüdürlər. Üzr istəyirəm. When did you really realize? Realize sözü lüğətimizdə var idi. Səhv etmirəmsə, həmən dinləmədə də istifadə olunub. Sən həqiqətən nə vaxt istədin rəqs etməyi? Məktəbdəmi baş verdi bu? O da cavab olaraq deyir ki, mən çox gənc idim və Budapeştdə təhsil alarkən oldu və mən rəqs etməyə Budapeştdə başladım ailəmlə yaşayanda. Sonra Amerikaya gəldim, evləndim. Mən gənc olanda, çox gənc olanda evləndim. Uşaqlar artıq bu rəqslə məşğul olurmuş, sonra evlənib, düzdürmü? Populyarlaşmaq isə evlənəndən sonradır. Here I made my career as a popular dancer. Mən burada bir karyeramı qurdum, populyar rəqqas kimi və mən öz işimin vurğunuyam. İndi isə keçid alırıq yenidən testə. Testdə burada baxın, A variantında deyir ki, Kate populyar rəqqas idi, ailə qurmamışdan öncə. Öncə sözünə görə səhvdir. A variantını atırıq. B variantında Kate və onun anası Amerikada yaşadı 22 il müddətində. Xeyr, uşaqlar, Macaristanda. C variantında özdə baxın, ötən dərs mən sizə dedim, açar sözlərə fikir verin. Hansı ki, açar söz kimi nəzərdə tutmuşduq, həmən hissələrdə artıq görürük ki, problemlər var imiş. Yəni, zaten təhlükəli hissə onlar imiş. C-də, Kate's mother is an old age pensioner now. Kate'in anası indi yaşlı təqaüdçüdür. Bəli, bayaqları bu qeyd olunmuşdu. Doğru cavab C bəndidir. Kate began dancing when she was in America. O, Amerikada olanda rəqqaslığa başlamışdı. Xeyr, uşaqlar. Bayaqları da burada görürük ki, evlənəndən sonra Amerika adı çəkilir. Amma o rəqqaslığa uşaq olanda, erkən həyatının erkən dövrlərində başlayıb. Bu da, baxın, həmən hissə bilirsiniz haradaydı? Budapeştdə məktəbdə təhsil alarkən belə məsələlər, rəqqaslıqla bağlı məsələlər başlamışdı artıq. D variantında Amerikaya görə səhvdir. Y-də də Kate loves studying because her father was a teacher. Atası professordur, müəllim yox. Özü də tarix professoru. Keçid alaraq 4-5. Kimdə var sual? Üçüncü test hər kəsə aydın oldu. 4-5 var kimdəsə? Bəli, mənim aydın oldu. 4 var yoxsa? Hə, əla, okey, aydınsa əla. 4-5. Bücüdük. Müəllimsiz atdığımız sözlər biraz çətin gəldi. Tanış olan çox az söz var, biraz çətin qalır. Bunlar təzə sözlərdir də, qızım. Bakalavr səviyyəsinə uyğun deyil, artıq magistra uyğundur. Ona görə sənə çətin gəlir. Bizim ümumiyyətlə başqa bir lüğətimiz də var. Sırf qarışıq bazanı formalaşdırmaq üçün nəzərdə tutulan asan sözlərlə qarşı olan. Onu da ataram istəsiz. Amma mən şiddətlə tövsiyə edirəm ki, sırf magistratura üçün nəzərdə tutulana enerjinizi sərf edin, əlavə vasitələri ondan sonra istifadə edin, yəni dəstək məqsədi. Çünki siz onsuz da magistri %100 öyrənməlisiniz, magistr səviyyəsinə uyğun olanları. Bəli, buyur qızım. Müəllimə, mən dinləməyə qulaq asanda sizin dediyiniz yolunda əvvəlcə 3 suala baxdım, sonra növbəti 2 sualı qulaq asdım, ikinci dəfə baxdım, amma yenə də cavabları tapmaqda çox əziyyət çəkirəm də, yəni ümumiyyətlə demək olar ki, tapa bilmirəm də, yəni çox çətin olur mənə. Okey, orada uşaqlar bir çox səbəb ola bilər. Sənin lüğət bazan ola bilər. İndi mən onlaynda birbaşa hər birinizdən ünsiyyətlik olmuram deyə, yəni belə deyək də, daha çox toplu dərs stili keçirik qrup hazırlığında. Bilə bilmirəm sizin bazanız nə yerdədir. Sən ola bilər söz bazan zəifdir və yaxud da söz bazan güclü olduğu halda dinləmə bacarığın zəif olmuş ola bilər. Və yaxud da ki, sözləri əzbərləyirsən, sözü text-based testlərdə, mətn əsaslı testlərdə görəndə tanıyırsan, amma dinləmədə səslənəndə həmən söz sənə tanış gəlməyə bilir. Bu ona görədir ki, sən düzgün tərəffüzü bilmirsən. O da ola bilər. Və yaxud da dinləməyə qulaq asırsan,
Sözlər yan-yana bir cümlə şəklində eşidəndə sözlərin o səs itkisi deyilən bir şey var da. O olanda artıq baş verəndə sən əziyyət çəkmiş də ola bilərsən. Başa düşdünüz? Yəni bir çox səbəb ola bilər və yaxud da vaxtını düzgün bölməmiş ola bilərsən, testləri düzgün təhlil etməmiş ola bilərsən. İndi sən ev tapşırığını edəndə burada mən müzakirələrdə də sizə izah edəcəm də, yol göstərəcəm. Vaxt getdikcə başa düşəcəksiniz sizdə problem nədir. Ümumiyyətlə ilk dərsdir, normaldır çətinlik çəkməyiniz. Amma siz ilk gündən çoxlu sözlər üzərində işləyin, dinləməli edin, tapşırıqları hazır olun. Görəcəksiniz ki, bazanız artır. Sözlər bir sütunu vermişdim qızım, bir sütun. 68 olmalıdır. Lamiyə, mənim bazam ən son abituriyent olanda qalıb. Ona görə mütləq magistrla paralel əlavə sözlər öyrənmək lazımdır. Amma magistr mütləqdir, yaxşı. Səni təkrarlamaq üçün istifadə etdiyin vasitələr ikinci planda olsun. Çünki magistr səviyyəsi üçün nəzərdə tutulan sözlər %100 düşür. Müəllimlər readingləri istəyəndə bir çox sözün mənasını bilmirəm, eləcə də dinləmələrdə. İşləyəndə, çox sözün. Deməli, söz bazanız zəifdir, uşaqlar. Ancaq söz oxumalısınız. Söz. Mənim gözümdə duran essedir. Mənim gözümdə duran essedir. Qorxmayın uşaqlar, ilk dərsdir, ilk dərslərdir, hətta belə deyək də. Siz ilk günlərdə əziyyət çəkməyiniz normal haldır. Biz hər dərs üçün mütləq şəkildə lüğətimizi artıracağıq. Birazdan 3 dərsdən sonra başlayacaq cümlə strukturunu otuzdurmağa. Ona qədər biraz söz öyrənək. Cümlə strukturunu otuzdurduqdan sonra başlayacaq esse strukturu nəymiş onu öyrənməyə. Başlayacaq esseləri yazmağa. Hər dərsə biz essedən əzbərləyərik. Əzbərləyərik deyəndə Lamiyə, əslində qalsa sən söz bazan olanda özün asanlıqla yazacaqsan. Mən məsləhət görürəm ki, əzbərləməkdən daha çox mövzular barədə özünüzdə dünya görüşü, ümumiyyətlə fikir formalaşdırın, birdən düşsə əziyyət çəkməyəsiniz deyə. Yaxşı, amma belə yenə də deyirəm, hər kəsdə müəyyən problem ola bilər, individual problemlərdir və fərqli olacaq, söz yox. Ona görə də uşaqlar, biraz sizin öhdənizə də diqqətli olmaq düşür. Qarant eləmək üçün mütləq bəli. Amma diqqətli olmaq düşür, bəli, və nəyə fikir verməlisiniz əsasən? Baxın, siz söz bazanız zəifdirmi, yoxsa dinləməmi zəifdirmi? Söz bazası zəif olan uşaqlar ancaq özü oturub söz öyrənməlidir. Mən sizə yolu göstərirəm, məsəl üçün, nəyi necə eləmək lazımdır. Sözü də öyrənməyin müəyyən yolu var, işləyərik bir yerdə. İndi vaxtımız olduqda ayıracam vaxtına mütləq ki. Amma mən şiddətlə tövsiyə edirəm ki, hər kəs mütləq şəkildə otursun, söz öyrənsin və onu versin dərəki kimsə evdə sizdən soruşsun. Yaxşı? Və yaxud da dinləmələr etsin. Yəni, qulağımız o sözə məruz qalsın. Aydındır? İndi mən ümumi belə məsləhət görürəm. Bilmirəm, indi kimdir, problem nədir. Testləri indi müzakirə eləyək, uşaqlar. Dərs gedişatında deyəcəm nədir, nə deyil. Həm də vaxt çox itirməyək. Deyin gəlsin, 4-lə 5 var kimdəsə? Mənim esse əslində rahatdır. Çünki bizdə orada demir ki, yəni esse-ni B1 səviyyəsində yaz və yaxud hansı bir səviyyədə yaz. Çox da bildik yazmaq lazım deyil, amma rahatlıqla fikrimizi ifadə eləyək. Orada problemli bir şey yoxdur. Məsələn, bizdə semestr imtahanında B1 plus levelda götürüb A1 sözü yazanda oradan sıraz bizdə bal kəsilirdi. Özü 200 sözdən aşağı olmalı deyildi. Görürsünüz. Ümumiyyətlə, uşaqlar, vaxtında qəbul olmaq lazımdır. İldən çətin gəlir. Gələn ola bilər speaking olsun, onun çünki müzakirələri bu il gedir. Ona görə də çalışın, birinci tura fokuslanın, diqqətlə sözləri oxuyun, dinləmələri öyrənin, eləyin. Okey, keçid alırıq testlərə. Deyin gəlsin, 4-5 kimdə var? A1, A2, B1 sözləri çox bilirəm. Sadəcə cümlə strukturunu tam anlamıram deyə dinləmə daha çətin gəlir. Reading daha asan olur. Rəvan, indi biz təzə başlamışıq da, yavaş-yavaş oturacaq, narahat olma. Bir də ki, uşaqlar, həftədə 2 dəfə bizim dərsimiz olur dinləmə və yaxud da, nə bilim, tapşırıqları yoxlamaq üçün. Amma bu bizim dinləmə bacarıqlarımızı təkmilləşdirmək üçün kifayət deyil. Siz hər gün dinləmə edin. Məsələn, mən atmışam evə quiz. Təkrar şeyi çox dinləyin. Təkrar bir dinləməni çox-çox qayıtmaq, dinləmək sizdə qulaq aşinalığı formalaşdıran əsas vasitədir. Təkrar niyə? İlk başlarda qulaqda həmən o dinləmə oturmalıdır. Bildiyiniz şeyi dinləyərək, məsələn, Azərbaycan dilində danışaraq biz öz doğma dilimizə hər cümləni istifadə edəndə eyni sözləri təkrar eşidirik, düzdürmü? Və dilə məruz qalır qulağımız. Elə qulaqda bərkiyir. Eyni ilə dinləmə də elədir. Hər gün
bir dinləməni çoxlu-çoxlu qulaq asın. Və yaxud da ki, kursun kitabı var da əlinizdə. Orada QR kodu oxudun, birbaşa MP3 faylların hamısı açılır dinləmələr və oradakı rekordlara qulaq asın. Bir dəfə transkriptə baxın, məzmunun anlayın. TEDx-də də qulaq asmaqdan olar əlbəttə. Fərqi yoxdur, hardan istəyirsiniz qulaq asın. Podkastlar ola bilər. Amma ümumiyyətlə çalışın çox subtitle olmasın və yaxud transkriptdən çox asılı olmayasınız. Elə görəcəksiniz ki, qulağınızda oturdu və rahatlıqla anladınız. Ümumiyyətlə dinləmə savaddan əlavə biraz training istəyən bir şeydir. Və həftədə 2 dəfə təəssüf ki, buna bəs etməz də, yəni azdır müddət. Ona görə çalışın çox-çox özünüz buna vaxt ayırın. Keçid alırıq uşaqlar. Deməli 4-5 var kimdəsə? Yoxdur heç kəsdə. Okey, 6-7, 6-da daha doğrusu 6-1, 6-2 kimdə var desin. 6-nın ikincisi. 6-nın ikincisi. Burada bax, disability of both of his parents stimulated him to invent new ways to solve the problem. Valideynlərinin hər ikisinin əlilliyi onu yeni problemi həll etməklə bağlı yeni yolları kəşf etməyə stimulyasiya etdi. Burada valideynlərin hər ikisi yox, verilmişdi ki, birinci abzasın axırında, uşaqlar, bax, Bell's interested in communication started because both his mother and his wife were deaf. Anası və həyat yoldaşında problem var. Bəli, anası və həyat yoldaşı, valideynlərin hər ikisi yox, okey? Ona görə səhvdir burada. Valideynlərin hər ikisi, burada both of his parents verbi, o hissə yanlışdır. Okey, ona görə olacaq false. Deyin gəlsin. 3 var, 6.3. Mənim 6.4-dən baxarıq da zəhmət Baxaq. olmasa. Baxaq qızım. Alexander Graham Bell stopped invented after the phone and didn't work on any other projects. Alexander Graham Bell bu telefonun kəşfindən sonra dayandı və başqa layihələr üzərində işləmədi. Bu yanlışdır uşaqlar, işləyir. Başqa Bəli. töhfələr verilib. 5-ci abzasa baxın. Bell didn't stop with phone. Gördünüz? Dayanmadı. He kept working on different projects like Photophone, a device to send sound using light. O müxtəlif layihələr üzərində işlədi. Fotofon kimi şəkil telefon məsələsi və yaxud da ki, işıq istifadə edərək səs qurğusu, səs göndərmə qurğusu yaratdı. Onun kreativ ideyaları və töhfələri onu tanıtdı və mükafatlara apardı. Okey, orada olacaq false. Aydındır mı? Stopped yox, didn't stop. Sonra 7 var kimdəsə? Buyur qız. 7. Baxın, bir də bayaqlar yazanlar var idi aranızda ki, mən çoxdan bitirmişəm universiteti. Uşaqlar, bax, mən 2018-ci ildə magistra qəbul olmuşam. 2020-də də bitirmişəm. Mən qəbul olan ili ətrafımda çox adam deyirdi ki, hələ o vaxtlar çox belə radikal dəyişikliklər olmurdu da qəbul imtahanla bağlı. Hər kəs deyirdi ki, aylı deyəsən bu ildən çətinləşəcək. Nəsə elə bir şeylər, qeybətlər, dedikodular gəzir ortalıqda və o ildən sonra sürətlə hər il dəyişikliklər də edilməyə başladı. Dəyişiklik həmişə olub, amma xırda-xırda. Məsələn, 2019-da artıq dinləmə başladı. Sonra mən 2014-18 bakalavra, hədə 18-də magistr qəbul olmuşam, elə bakalavra bitirdiyim il. 19-da dinləmə oldu məndən bir il sonra. Bir müddət sonra 2 dənə reading elədilər, qrammatikanı azaltdılar. Bir müddət sonra esse gəldi. Başa düşdünüz? İndi bu ildə speakingin müzakirəsi gedir, gələn ildə speaking əlavə edəcəklər. Strukturu get-gedə doktoranturaya oxşadırlar, doktoranturanın qəbul strukturuna və yaxud da IELTS-nə. Doktoranturada necə ki, IELTS 6-5 plus olanlar ingilis dili imtahanından azaddır. Ola bilər ki, magistrada elə söhbət olsun. Orada da zaten IELTS bazası olan möhkəm bilən uşaq niyə də əziyyət çəksin magistr qəbul imtahanında? O da bir rahat bir mövzudur, müzakirəyə açıq. Sadəcə sözümün canı odur ki, hər kəs fokuslansın birinci tura hazırlaşmağa və maksimum çalışın, əlinizdən gələni edin ki, ikinci turda iştirak etməyə məcbur qalmayasınız. Çünki standartlar hamısı tamamlanmalıdır. Əslində hə fidan, amma magistr imtahanında o demək deyil ki, xarici dil bu adamın gələcək iş yerində, karyerasında lazımdır və yaxud da ki, informatika və yaxud da ki, məntiq. Xarici dil lazımdır, amma şərti yox. Başa düşdünüz? Ona görə %100 göstəricilərə görə bal toplamaq məcbur olmamalıdır. Məsələn, IELTS imtahanında
bütün dil bacarıqları yoxlanılır. Reading, listening, speaking və s. writing hamısı düzdürmü? Çünki IELTS konkret dil göstəricisidir və bəzi müəssisələr IELTS sertifikatını tələb edirsə, bu o deməkdir ki, hə, bu adam dil üçün okeydir. Hə, 40 olur, bəli. Okey, keçdik. İndi uşaqlar, başa düşdünüz nə demək istəyir? Yəni, fokuslanın bu ilə. 8 var kimdəsə? 7, 8. Uşaqlar, 8 var. quiz yazanda, indi izah edəcəm. Quiz yazanda, məsələn, 7-ci tipli test tapşırığı görürsünüz, söz əsaslıdır, yəni lexical testi. Bilmədiyiniz hansısa söz varsa, mütləq şəkildə onu çıxardıb əzbərləyin. Mütləq. Məsələn, bu həm bazası zəif olanlarda formalaşdırmağa kömək olacaq. Əlavə lüğət oxumaqdansa testlərlə işləyir daha həyatınızda qalacaq. Həm də ki, siz lexical testlərin bir növünü artıq tamamlamış olacaqsınız. Qəbula hansı ki, təkrarın düşmə ehtimalı da olur. Məsələn, curiosity maraqdır, düzdürmü? Interested, passion or curiosity, yes. Unwillingness, həvəssizlik, istəksizlik. Bilməyən varsa, prosto tərcümə edin, bilin. Indifference, laqeydlik. Neglect sözü ilə sinonimdir. Silence, sükut. Interest, maraq. Leadership, liderlik. Keçid alırıq 8-ə. Bəli. Bax, 8-ci testdə neglect, ignore da ola bilər. Bəli, laqeyd olmaq, maraqlanmamaq. Which of the given sentences can start false paragraph? Verilən cümlələrdən hansı 4-cü abzası başlada bilər? Və mən gəlirəm burada, uşaqlar, 4-cü abzasda ümumiyyətlə bu tipli testlərin yazmağın qaydası nədir? Nöqtələrdən əvvələ, yəni 3-cü abzasın axırına və yaxud da nöqtələrdən sonra gələn ilk cümlələrə baxıram. Əvvəli və sonrasını tərcümə eləməyim mənim üçün kifayətdir. It completely changed how people communicated, making it possible to talk to someone far away in real time. Bu tamamilə insanların ünsiyyətini dəyişdi və uzaqdan uzağa real vaxt ərzində insanların danışmağını mümkün etdi. Sonra nöqtələrdən sonra gəlir ki, o buna inandı ki, insanlar bir-birlərini daha yaxşı başa düşəcəklər və onları daha bir-birlərinə yaxınlaşdıracaq. Uşaqlar, burada o əvəzliyi, bu əvəzliyinin işlənməyi bizə hardasa kömək edir ki, özündən əvvəlki cümlədə həmin o əvəzliyi nəyə istinad edib rahatlıqla tapaq. Bu tipli testlərdə həm əvəzlik məsələsi, həm də ki, iki cümləni oxumaqla arada keçid yaradan cümlə hansıdır, məzmun olaraq yaraşdıqda doğru cavabı tapmaq daha asan olur. Keçid alırıq deməli... Müəllimə, mən bir dənə bir şey qarışdırdım, sözünüzü buyur. kəsirəm. Nöqtələrdən əvvəl, sonra necə oldu? Bax, burada nöqtələr verilib, düzdürmü? Deyir ki, 8-ci testdə. Which of the given sentences can start a false paragraph? Verilən cümlələrdən hansı 4-cü abzası başlada bilər? Yəni, bu nöqtələrin yerine hansı cümlə qoya bilərəm? Tamam, anladım. Bu tipli testi həll eləmək üçün nöqtədən əvvələ baxırıq. Yəni, 3-cü abzasın ən sonuncu cümləsini tərcümə edirik və 4-cü abzasın ilk cümləsi. Yəni, nöqtənin əvvəlindəki və sonrasındakı ilk cümlələri tərcümə edirik ki, keçid rolu, bu iki cümlə arasındakı keçid rolu oynayacaq cümləni məzmun olaraq gələk, tərcümə edək, tapaq. Aydındır. Məsələn, 8-ci testdə də burada elə A variantına baxın. Bell saw the phone more useful than normal. Bell gördü ki, telefon normaldan daha faydalıdır. Və bunun ardınca da deyir ki, o inandı ki, bu, yəni telefon, bu dediyi görsən fona istinadədir. İnsanlara bir-birlərini başa düşməyə kömək edə bilər və onları daha yaxına gətirir. Aydındır. Sonra keçid alırıq. Neçəyə uşaqlar? 9-a baxa bilərim, müəllimə? Bəli. 9-cu tipli test tapşırığında uşaqlar şərtdə deyir ki, answer the question according to the passage. Mətnə əsasən suala cavab verək. What event caused the idea of the phone? Hansı hadisə telefonun ideyasına səbəb oldu? Uşaqlar, burada mesaj göndərərkən, şəbəkə ilə mesaj göndərərkən, Bell birdən fərqinə var ki, səslə də göndərmək olardı. Bunu birdən düşünür. Bu hardaydı Allah? Bir dəqiqə. C variantında. When working on sending the message by wire, Bell thought of sending the person voice to. Deməli, mesajları şəbəkə ilə göndərmək üzərində işləyərkən, Bell birdən insan səsində göndərməyi düşündü. Cavab C. Amma 7-yə yazmışdı. Y-də isə deyir ki, he stopped working on photophone. O dayandı fotofon üzərində işləməyi. İlk telefonu yaradandan sonra o qızım dayanmayıb. 5-ci cümləyə bax, 5-ci abzasa bax. He didn't stop. Gördün? Sonra ardınca deyir ki, fotofon üzərində işləməyə keep working. Keep working işləməyə davam etmək deməkdir. Keep sözü saxlamaq deməkdir. Onun keçmişi verilib orada, kept. Onun bir mənası davam etməyi anlamında işlədim.
Və burada da mesaj göndərərkən birdən insan səsi göndərməyin fərqinə varır. O da bilirsiniz hardadır? İkinci abzasın ortalarında. While he was working on this, he had a big moment of inspiration. Inspiration nədir uşaqlar? Bax bu söz. İlhamlanmaq. Bəli. O bunun üzərində işləyərkən, yəni şəbəkə üzərindən mesaj göndərmə üzərində işləyərkən birdən böyük bir anlıq ilham gəldi ona. Bell thought that he could send not only the telegraph signals but also the human voice over a wire. Bell birdən teleqraf siqnalları deyil, həmçinin də şəbəkə üzərinə insan səsi göndərməyi düşündü. Aha, kimsə nəsə yazıb çata. Encouraging, bəli Fidan. Encouraging, inspiration, okay. Sonra əslində encourage qismən natamam sinonim gedir, amma uyğun gələr. Yəni başqa bir variantın olması götürmək olar. Burada da oldu, 9-u soruşmuşdunuz da, cavab C. 10 var kimdəsə? 10. Deyin gəlsin, kimdə var 10? Yoxdur. 100%. Səhvi gizlətmirik. Yaxşı, keçid alırıq 11-ci testdə. Bu testlərin içərisində bilmədiyi sözləri çıxarıb öyrənirsiniz də, uşaqlar, düzdürmü? Müəllim, məndə 10 var. Sadəcə 1, 3, 4 yazmışam. Cavab 1, 4 çıxıb. 3 niyə olmur orada? Baxaq. Əlbəttə. 1, 3, 4 yazmışsan, 3 niyə olmur soruşursan. Burada deyir ki, why did people firstly consider that the phone was useless? Niyə görə insanlar ilk dəfə düşünürlər ki, useless faydasız deməkdir, mənim. Ola bilər sən onu faydalı kimi tərcümə etmişsən. Niyə görə insanlar ilk dəfədən düşünür ki, telefon faydasızdır. Elə ilk dəfədən elə bu faydalıdır. Yəni elə yarandığı gündən faydalıdır. Okay. Useful yəqin çaşdırmısan onu. Eynən. Okay. 11, 12 kimdə var uşaqlar? 11-də 1, 2, 3, 4. 11-in ikincisi var. İkincisi var. Observation nədir? Observation. Müşahidə. Bəli, 10 bilmirdim. Müşahidə. Bilmədiyimiz sözləri mütləq çıxardıq. Confident nədir? Özündən əmin. Ay, sağ ol. Explosion nədir? Partlayış. Bəli. After observation, Kulik was absolutely confident about cause of explosion. Müşahidədən sonra Kulik tamamilə partlayışın səbəbi ilə bağlı özgüvənli idi. Absolutely də rus dilindəki absolutno sözü var. Eyni ilə tamamilə mənası ifadə edir. Yəni eynidir məzmunları. Burada uşaqlar bu yanlışdır, false-dır. Tərcüməni bilməmisən deyə səhv yazmısan, yoxsa cümləni tapa bilmədin? Cümləni tapa bilmədim, həm də tərcümə idi. Okay. Burada Kulik ilə bağlı uşaqlar verilib hardasa səhv etməsə 3-cü abzasda. Ay sağ ol burada. After falan var mənim orada. Bəli. Burada uşaqlar yes. Bax, 19 il keçəndən sonra Leonid Kulikin rus alimin bu partlayışla bağlı nəzərindən 19 il keçəndən sonra. Axırıncı cümlədir müəllim, oradakı axırıncı cümlə yox. Bilirəm mən balam bu hissədə. Prosta ümumi bir məzmun tərcümə edirəm ki, o yenə qısqalacaq qabağımıza. O Tangaska çətinliklə gedir ayaqla piyada Tangaskaya və orada gördükləri ilə heyran olur, amazed olur. Və deməli, o görür ki, ağaclar qara rəngdə olublar, çoxsu da yerə uzanıb. Uzanıb deyəndə hamısı aşıb da. Bütün bu partlayış təxminən 8 milyon ərazi, yəni 1000 millik ərazidə, kvadrat mil ərazidə 8 milyon ağacı yandırıb və bu məhvi görəndən sonra Kulik düşünür ki, bu ola bilər ki, meteorun partlayışla bağlı, meteorundan dolayı olan bir partlayış olsun. Aydındır. Probably var orada, yəqin ki. Yes, bəli, probably. Bu sırf bax bu söz var, probably, ehtimal ki sözü. Aydın oldu məzmunu. Testdə də after müşahidədən sonra absolutely confident deyir. Tamamilə özgüvənli idi. Özgüvənli deyil. Sadəcə fikir yürüdür ki, burada kül olub da hamısı ağaclar aşıb, böyük ərazi məhv olub. Böyük bir ehtimal həmən hissədə meteor yanğını olub. Meteorun səbəb olduğu bir yanğın olub. Bu sırf bu hissəyə görə, absolutely confidentə görə false-dır. Aydındır. Okay, 11.3, 11.4.
To be likely to probably sinonimdir. Bəli qızım. Exactly ilə də absolutely sinonimdir. 11-3, 11-4 kimdə var? Yoxdur heç kəsdə. 12 var. Var müəllimə. 12 var. Surely, certainly, exactly, yes. No one, bax yoldaşınız yazır. Bunu elə screenerin özünüz də əzbərləyin. Yaxşı. Təşəkkür edirəm Fidan. No one inspected the site of the explosion in 98. Heç kəs 1908-dəki partlayışı gözləmirdi. Çünki səhv yazan buna nə yazıb? İndi səhv edilsin, onu izah edim. Keçin doğru B variantı. yazmışdım. Deyir ki, hər kəs düşünürdü ki, bu partlayış zəlzələdən dolayıdır. Xeyr. Burada ümumiyyətlə bunun yerləşməyini tapmaq çətin məsələ idi. Location söhbəti. C variantı. Yəni, it was very hard to get the place. Bilirsiniz niyə görə? IELTS-a hazırlaşsan, afərin mən bu. Elə bu sənə dəstək olacaq. It was very hard to get to the place. Həmən o yerə çatmaq çətin idi. Çünki uşaqlar, həmən o, məsələn, ayrıca Kulikin özünə görə çətinliyi olmuşdu ki, ora çox əzabla, əziyyətlə gedib çatmışdı da həmən əraziyə. Orada elə Kulik hissəsindən də başa düşmək həm olar ki, həmən hissə insanlara əl çatan deyildi. Başqa görüm konkret olaraq verilibmi o cümlə? Verilib mənim orada və is very difficult to reach for it. Bəli. Difficult to reach olmalı. Üzr istəyirəm. Bax, burada ikinci abzası. The Tunguska Plateau is very difficult to reach, so no one went to inspect the site of the explosion. Bu partlayış ərazisinə çatmaq çox çətin idi. Ona görə də heç kəs partlayışı araşdırmaq üçün ora getməmişdi. İkincinin ilk cümləsi, bax, bu hissə uşaqlar. Gördünüz? Düz explosiona qədər. Deməli, orada olacaq cavab C. Aydın oldu hər kəsə. Keçid alaq indi 13-cü testdə. 13 var kimdəsə? 13, 14. Məndə 13 var. 13-də what is the latest explanation for the explosion? Partlayışın ən sonuncu izahı nə idi? Orada yer kürəsinin mərkəzindən qaz çıxıb və o qaz partlayışa səbəb olub. Elə deyirdilər. Və bu bilirsiniz hansı variantdadır? Meteor bu səhəsində polvadı, meteor, tsunami. Bəli, Y variantı. The gas from the center of the earth gave rise to the explosion. Okay. Yer kürəsinin mərkəzindən olan qaz partlayışa səbəb oldu. Partlayışı qaldırdı. Y. Səhv yazan nə yazıb, onu da tərcümə edim, aydın olsun. Mən C yazmışdım. C'də deyir ki, a meteor exploded in the air before it hit the ground. Meteor, yox. Bu meteor yalnız Kulikin frazasında var. Konkret təsdiqlənmiş bir göstərici kimi verilməyib. Aydındır. O da probably, ehtimal ki yanaşmadır. Ehtimal ki olan, deyilən, təqribi bir yanaşmadır. 14-15 var kimdəsə? Yoxdur heç kəsdə. 15-ə baxardıq. 15-ə baxa bilərik. Aha, 14 yoxdur, 15-də. Which of the following questions does the passage answer? Verilən suallardan hansına mətn cavab verir? Burada səhv yazan nə yazıb onu desin. İndi bütöv şəkildə Mən 1-4 yazmışdım, əlavə 2 də var. 1-4 yazmışdı. Hə, mən də elə yazmışam. 2-ni yazmamısınız. What was the problem with the meteor theory? Meteor teorisi ilə bağlı problem nə idi? Təqribi yanaşma idi. Konkret deyə bilmirdilər. O da bilirsiniz harda. Ardınca fikir verin cümləyə. For many years, the meteor theory was the most popular explanation for the Tunguska explosion. Tunguska partlayışı ilə bağlı olan ən populyar izah meteor nəzəriyyəsi idi uzun illər boyunca. However, there were problems with this theory. Baxmayaraq ki, bununla bağlı problemlər var idi. No one could find the crater where the meteor hit the ground and no one could find any pieces of a meteor. Deyir ki, heç kəs krateri tapa bilmədi. Hansı ki, meteor o yerin lithosferi gəlib bir vurduğu, əzdiyi, düşdüyü krater tapa bilməmişdi və heç bir meteor qalığı da yox idi. In addition, some of the trees and the center of the explosion burned. Əlavə olaraq da partlayışın mərkəzində olan bəzi ağaclar yanmamışdı. O aydın oldu. Yəni meteor düşsə birbaşa meteorun düşdüyü mərkəz və onun ətrafı kül olmalıydı. Orada da bəziləri yanmamışdı deyə aydın olmurdu ki, neymiş əsas məsələ. Yəni, tam da meteorun üstünü ata bilmirmişlər. Və burada 15-ci testdə 2-nin cavabı elə verilib. Aydın oldu həmən abzasda. Sualı olan var?
1-4'ü tapmışdınız, düzdürmü? 3-5'dəki yoxdur. Bəs tərcüməyə ehtiyac duyduğunuz bulanıq qalan nöqtə də olsa kiçik bir şey varsa soruşun uşaqlar. Okey, keçid alırıq 16, 17. Hansı var? Deyin gəlsin. 16 var müəllim. Hı hı. 16-cı testdə complain nədir? Complain. Hə. Complain. Tamamlama. Ə, Şikayət etmək. Şikayət etmək. Şikayət complete etmək. şikayət eləməkdir. Complaint. Tamamlamaq completedir. Complete. Complaint. Apologize nədir? İndi yazacağım Üzr onları. Üzr Üzr istəmək, istəmək. ciddi həyatını xilas etmək. Ay, Save sağ ol. somebody's Bax. life. Aferin, əla. Complete nə oldu? Complete. Complaint tamamlamaq. Tamamlamaq. Ay, sağ ol. Tamamlamaq. Tamamlamaq. Complain nə oldu? Şikayətlənmək. Şikayət etmək. Şikayətlənmək. Complain. Şikayət etmək. Compete nədir? Yarışmaq, race, contest, Ay, competition. əla. Yarışmaq. Yarışa sinonim verək. Race or competition. Competition or contest. Contest. Müsabiqə yeah. kimi. Race də ola bilər. Hə, race də olar. Prosta C ilə olanları, C ilə olanları deyirəm ki, hansı ki sizi çaşdıra bilər. Ki bunu skrin eləyim atım. Yəni bir-birinə oxşayan sözlərdir, sinonimlərdir. Mən dərs ərzində sizə hər dəfə nədənsə çıxdıqca, testdən çıxdıqca qarşınıza atacağam. Ki material da həm də qrupda olsun, elə mediaya daxil olun, birbaşa orada vərəqləyin, təkrarlayın. Medianı, ümumiyyətlə chatı silməyin, yaxşı? Getdik. Deməli, davam edirik testlərə. Aha, 16-nı dedik. 17, 18 kimdə var? 17, 18. 18 var. Burada aşağı 16-nı deyəcəkdim, deyəsən mən. 16-dan soruşdunuz, keçdim onu yazmağa, yadımdan çıxdı. Heç kəs də xatırlatmır. Bunlara bax. Getdik. 16-da uşaqlar, complain şikayət eləməkdir. Apologize üzr istəmək, rescue xilas etmək. Complain olacaq burada şikayət etmək. Birinciyə uyğun olar B variantı. To express dissatisfaction about something. Nə ilənsə bağlı narazılığı olduğunu izah etmək. Express izah etmək, ifadə etmək. Daha çox ifadə etmək. Dissatisfaction, satisfy qane etmək. Dissatisfaction qənaətbəxş olmamaq. Olmayandan razı olmaq. Apologize olacaq üzr istəmək. Verəcək sizi burada C variantı. To tell someone that you are sorry for something that has caused inconvenience. Kiməsə nəyəsə görə təəssüf hissində olduğunu demək. Mən sorry gördünüz, birbaşa ilə apologize getdi. Əmin olmaq üçün bütöv tərcümə. Riski də xilas etmək, həyatını qurtarmaq. Olacaq burada A bəldi. To save somebody or something from a dangerous or harmful situation. Kimisə və yaxud da nəyisə təhlükəli və yaxud da ki, zərərli situasiyadan xilas etmək. Qalacaq 3-ə də A. Aydındır. Deməli, sonra hansı? deyil də müəllimə. Y heç yerə. To please someone by giving the pleasure, by giving what they want. Kiməsə istədiyini verməklə, kimsə məmnun etmək. Sonra hansı? 18. 18, 17 yoxdur heç kəsdə. 17 dəqiq yoxdur ki, heç kəsdə. Tamam. Realize, understand bilirsiniz ki, anlamaq deməkdir. Reject, refuse, rədd etməkdir. Bəs buna əlavə sinonim nə verərik? Mean object ola bilər. Object. Mean, sonra object. Object, refuse, reject. Refuse, reject. Ay sağ ol. Bax, bu hissəni götürürsünüz elə sinonimlər kimi screen edin. Nəysə, mən bunu niyəsə işarə edə bilmədim. Hətta gəlin burada yazım. Rədd etmək olacaq. Reject. Refuse. Object. Bir də main. Əsas sözü var, main. Onun bir mənası həm də etiraz etməkdir. Bunların hamısı olacaq nə? Etiraz etmək. Meaning word. Yes. Ay Allah. Bu screen eləmək hər dəfə mənim oyun açırdı.
Belə sinonimlər sizi əməlli başlı qabağa atacaq lüğətlə bağlı və bazanızı ümumiyyətlə təkmilləşdirməyə kömək edəcək. Hansı ki, təkrarlamaq üçün istəyirsiniz lüğətlə. Ataram lüğət yenə də deyirəm, amma sizdən mütləq şəkildə istəyirəm ki, xahiş edirəm ki, bu magistri öyrənəsiniz birinci, çünki o düşür. Və bu asan səviyyəli sözlər testləri vasitəsilə də təkrarlayacaqsınız, bazada formalaşacaq. 18-19 kimdə var? Hə, burada reject dedik. Manage, insist, idarə etmək, təkid etmək. Accept, qəbul etmək. Receive, qəbul etmək. Increase, artırmaq. Raise, artırmaq. Azaltmaq nədir bəs uşaqlar? Deyə bilərəm müəllimə. Bəli. Diminish, decrease, minimize, or decrease. Decrease, minimize, Çox var. reduce. Aha, r'ları deyil. Reduce. Burada var idi, orada söz görüm. Müəllimə, cut Yoxdur. down bəs. Cut Cut down. down, kəsmək, dayandırmaq mənası var. Bəli, Deyirsən, ağacları kəsmək plan anlamına qidanı gəlir. azalt. Yox, cut down, kəsmək, dayandırmaq, bir də qidanı azaltmaq mənası da var. Qidanı azaltmaq. sayılır yəni. Deyirdim. Hə, olar. Amma baxırsan, sən situativ yanaşmalısan orada. Baxır nə mənada istifadə olunur. Cümlə əsasında natamam sinonim olub olmama məsələsi var, ona ehtiyat olmalısan. Bir də ki, sözü yazaq, təqribi ifadələr, söz birləşmələri hər iki saxlayaq. Reduce, diminish, Diminish, minimize. decrease, minimize. Sonra decrease, A bit. A bit Sonra- olurdu. Diminish dedim. bəli. Bir də göz Şey yazma. Relief. Okay, sorry uşaqlar. Deməli, decrease, Release. decrease yazmışam. Release Decline dedim stress. ki. Necə? Release. Release azaltmaq olar, bəli. Yeah. Release-in bir mənası bir də azad etməkdir. Bəli. Azalt. Release stress. Bəli. Uşaqlar, indi ifadələrdə qabağına yazacağam. Bir dənə hələ ki tək sözlərlə olanları yazaq. Reduce-u yazmışam, düzdürmü? Decrease, minimize yazmışam. Decline yazmışam, düzdür? Shrink yazmışam, yox yazmamışam. Shrink də var. İndi bunları işarələyirəm. Bərabərdir. İndi keçək ifadələrə. Follow, İzləmək. azaltmaq. Bunlar Düşüşlər. hamısı azaltmaqdır. Drop off, Drop off, drop backlər də var. bəli, cut down, Yeah. Müəllimə, relief olar. Relief Nə də olar? azaltmaq. Relief azad etməkdir. Relief olar. Meydana. amma really azad etmək mən var. Ona görə sırf mən azaltmağa aid olanlar yazdım. Hələ ki I'm sorry. İnşallah plunge sözü də var, yadıma düşdü. Plunge. Cut down. Bir də bayaq kimsə nəsə demişdi. Go down da var. Bayaq nəsə demişdiniz. Yadımdan Drawback, çıxdı. Kimsə nəsə drawback. dedi. Drawback, yes. Drawback o da azaltmaqdır. Və bunlar da ifadə olanlar. Hamısı olacaq nə? Azaltmaq. Azaltmaq. Okay. Qəşəng materialımız var. Bax, belə sinonimlər. Bunları əzbərləyin, Polna sizə rahat bəs eləyəcək. Yaxşı. Bir dənə bunu skrin edək. Əsas sizin uşaqlar yükünüz söz deyə. Bu, məsələn, ilk 5 test dinləmədir, dinləmənin canı ilə söz. Sonra reading gəlir, 5 dənə test bal verir. İkincisi readingdir. Sonra essedir, yenə söz istəyir sizdən. Aha, göndərdim. Deməli, dən WhatsApp açanda ekranı bağlayacağım uşaqlar. O qaranlıq olmaq ona görədir. Yəni, şey deyil, çıxmır da, zoom atmır, narahat olmayın. Sonra hansı test deyin, gəlsin. 18-19 müəllim, ikisi də. 18-19. Uşaqlar, hər kəs iştirak adını yazıb burada. İstifadəçi позволитель zoom yazmayın uşaqlar. İstifadəçi adını mütləq qeyd etməlisiniz. 18-də. The teacher was so pleased with the students as ümumiyyətlə logically tipli testləri yazmaq üçün sırf tərcüməyə əsaslanmalıyıq. Və bu tipli testlərdə məntiqi cəhətdən doğru olan variantı tapanda metod tərcüməyə əsaslanıb rahatlıqla tapırıq o heç. Amma əlavə olaraq da bilsiz necə rahat yaza bilərik. İşte birdən İraq qəbulda.
Şərtdəki cümləni tərcümə edə bilməsəz, plus minus yazaraq çıxa bilərsiniz. İndi mən hamısını tərcümə edəcəm, amma yəni o cür metod necə keçərlidir? Və Baxın. bunu demişdik də, təsdiq, müsbət, mənfi, Bəli, bəli. təsdiq cümləsi. Bəli, bu səhv yazan var deyə yenidən izah edirəm. Məsələ nədir? The teacher was so pleased with the students as müəllim çox razı idi tələbələrlə. Çünki əzin bir mənası çünki deməkdir. Bir mənası isə kimi. A variantında deyir ki, they had quarreled with other members of the school. Onlar məktəbin digər üzvləri ilə dalaşmışdılar. Bu ola bilməz uşaqlar. Dalaşıbsa necə orada razılıqdan söhbət gedə bilər? Aydındır. Ona görə elə A variantını atırıq. B-də they were always frank with each other. Onlar həmişə bir-birlərinə qarşı səmimidirlər. Okeydir. C-də they often spent their time on unnecessary things. Onlar həmişə boş-boş şeylərə vaxtları itirirlər, əhəmiyyətsiz şeylərə. Bu neqativdə olmaz. They could hardly solve any issues. Onlar istənilən məsələni çətinliklə həll edə bilirlər. Ümumiyyətlə həll edə bilmirlər. Bu da neqativdir. They were unable to read the original book. Onlar orijinal kitabları oxuya bilmirlər. Bu da neqativdir. Qalır sənə cavab B. Aydındır. Müəllimə, hansı tip suallarda elə neqativ, müsbət ya da mənfi seçməklə tapmaq olur cavabları? Logically, sonra ekvivalent testlərində. Yəni verilən cümlənin ekvivalentini tap kimi. 19-20 var kimdəsə? 19 var. 19. 19-da baxaq. Burada uşaqlar sırf tərcüməyə əsaslanırıq və dialoqu da tamamlayırıq. Dialoqu da verilən cavabları ard-arda hekayə kimi yazmırsınız. Sadəcə yerinə qoyursunuz. Bir ayrı dialoq olur, digərisi ayrı bir dialoq olur. Baxaq. As you know, learning words in English is so hard. Bildiyin kimi ingilis dilində sözlər öyrənmək çox çətindir. What would you recommend me? Sən mənə bununla bağlı nə məsləhət görərsən, nə təklif edərsən? Burada uşaqlar, bax, biri olacaq 2. Birinci də səhvdir. Birincini gəlin bir izah edeyim, sonra keçirik ki. You shouldn't assign time to learn them. Sən onları öyrənmək üçün vaxt təyin etməməlisən. Nağıl uşaqlar, diqqətə vaxt ayırmaq lazım. Bu məntiqsizdir, düzgün deyil. İkincidə, it is advisable to read many texts to enlarge your vocabulary. Öz lüğətini genişləndirmək üçün çoxlu tekstlər oxumaq məsləhətlidir. Enlarge genişləndirmək deməkdir. Bu doğrudur. Yəni mən bunu dialoqa cavab kimi qoya bilərəm. 3də, you had better write words that you don't know their meanings. Daha yaxşı olar ki, bilmədiyin sözlərin, mənaların yazasın. Bu da okeydir. Yəni mən orada lüğət öyrənirəmsə, definition kimi lüğəti öyrənib tamamlaya bilərəm. 4də, you must try not to keep their meanings in your mind. Sən öz zehnində onların mənasını saxlamağa cəhd etməməlisən, səhvdir. 5də, you don't have to listen short videos with subtitles. Sən subtitle olan, yəni alt yazılı qısa videolara qulaq asmamalısan. Bu da səhvdir uşaqlar. Tam əksinə dinləmə bacarığını formalaşdırmaq üçün bu vacibdir. Aydındır. Qaldı cavab bizə burada 2 ilə 3. Sonra hansı uşaqlar? 20 var. 20. Yoxdur heç kəsdə. Məndə var mənim. 20 var. Make-up story mətn qurma testidir. Burada cavab B-dir uşaqlar. Mən də Öyrənmişdim bunu keçən dərs. bəli demişdim. İndi səhv yazan yoldaşımız var. Bir də təkrar izah eləyək, tam anlaşıqlı olsun, yekunlaşdıraq artıq. İkinci ilə başlayırıq. A king liked to write stories which he thought were very good. Kral hekayələr yazmağı xoşlayırdı. Hansı ki düşünürdü ki, onlar çox yaxşıdırlar. Sonra 5. The people to whom he showed them were afraid to criticize them. Hekayələrini göstərdiyi adamlar onu tənqid etməyə qorxurdular. Sonra gələcək 8. One day he showed some of his stories to a well-known critic who said that his stories were bad. Bir gün o öz hekayələrini bir tənqidçiyə, yaxşı, populyar bir tənqidçiyə göstərdi. Kim ki ona onların pis olduğunu dedi. Sonra gələcək 1. The king got angry and sent him to prison. Kral çox əsəbləşmişdi və onu həbsxanaya göndərdi. Sonra gələcək 6. After some time, the king forgave the critic and invited him to dinner. Müəyyən müddət sonra kral onu bağışladı və dəvət etdi nahara. Sonra 3 gələcək. He showed him some of his stories and again asked him what he thought of them. O yenidən öz hekayələrini ona göstərdi və soruşdu ki, onlar barədə nə düşünür? Sonra gələcək 7. The critic turned to the guards standing behind him and said,
çevrildi arxasında dayanan bələdçilərə, tənqidçi arxasında dayanan bələdçilərə çevrildi və dedi: 4. Take me back to prison. Məni həbsə geri göndərin. Cavab B bəndi. Yəni bərbaddır hekayələrin. Aydın oldu. Okey, uşaqlar bir dəqiqə gözüm məndən kompüter zayaqqım sönür deyəsən bu. Daha doğrusu azalır. Aha, sonra başqa kiminsə hardasa müəmmalı qalan hissəsi, təkrar izaha ehtiyac duyduğu hansısa bir hissəsi varsa desin. Ümumiyyətlə uşaqlar, quiz yazanda çalışının nə qədər söz bilmirsinizsə, nə qədər çıxırsa, onların hamısını qeyd edin dəftərinizdə, lüğət kimi öyrənin. Sizə verdiyim sözlərlə paralel əməlli başlı o da lüğət edir. Elə görəcəksiniz ki, bazanız oturdu. Və lüğətləri də öyrənməklə paralel. Siz readinglərdən də testlər düşüb, onları da oturun, tərcümə edin. Yəni tək sözə yönəlməyin də, cümlə də tərcümə etməyə yönəlin. Okey, belə. Sonra hansı uşaqlar, sualınız varsa deyin, yoxdursa keçid alaq biz readingi yoxlamağa. Aha, getdik. Onda bir dənə readinglərə. Readinglər hər kəsdə var, uşaqlar. Vəsaitiniz var. Ötən dərsindəsə yox idi. Dedim yoldaşlardan kimsə atsın. Ümid edirəm ki, özünə göndərmisiniz. Səs çıxmayıbsa çox güman ki, göndəriblər. Amma yoxdursa atın buradan PDF. Aha, keçid alaq readinglərə. Deyin gəlsin. Deyin. Bunu görün mən, niyə bu Yandex'də açır bilmirəm. Bir dənə PDF kimi açın. Siz də deyin səhvləri, bir dənə açın uşaqlar. Mən bunu həm çölə çıxardıq. Yoxdur, readingdən səhvi verir. Heç kəs heç nə demir. Deməli, Microsoft Edge-dən açayım. Dostlar, yoldaşlar, yoxdursa onda mən sizə lüğətdən sual verəcəm. Yazmışıq bunu. 4-ə. 4-ə qədər var kimdəsə. Adi 4 qızım, yoxsa 1-in 4-üncüsü? Bəli, adi 4. Adi 4. 4-ə qədər varsa kimdəsə desin. Yoxsa mən izah edirəm. Müəllimə, o PDF atında qrupa zəhmət olmasa. Göndərirəm Rəvan. Uşaqlar, dinləmələrin, ümumiyyətlə readingin də cavabını da atdım. Əlimizdə var artıq. Dəqiqə. Dinləməsini atdım, bunun PDF-in dinləməni. O da gəlir. İndi biz uzun dərsdəyik deyə o biraz gec gələ bilər. Okey, ekranda əks etdirək. Deyin gəlsin. 4-cü. 4-də qızım. The sentence I could see why some people would think they were UFOs implies that qara hərflərlə verilən cümlə onu ifadə edir ki, ümumiyyətlə bu tipli testləri yazarkən, bax, the sentence implies that bu cümlə o deməkdir ki, yəni şərt budur. Sən o qara hərflərlə verilən cümləni tərcümə edib ekvivalent tapmalısan. Yəni, eyni məna ifadə edən hissəsini tapmalısan. Burada deyir, mən görə bilirəm ki, niyə görə bəzi insanlar düşünürlər ki, onlar UFO-ydular. Yəni, yanılıblar. Burada uşaqlar, həmən o abzasda bəhs edilir ki, bunlar bəzi qəribə görünüşlü təyyarələr tikiblər. Ona görə də insanlar onları görəndə, sakinlər onları görəndə düşünür ki, bunlar yad planetlidir. Aydındır. Sonra da deyir ki, hə, mən indi anlayıram niyə görə cəmaat belə düşünür. Burada səhv yazan nə yazıb, onu desin, onu da izah edeyim, düzgün cavaba keçim sonra. Mən A yazmışdım.
Ayda deyir ki, A variantında deyir ki, I hardly realize why some people think they so UFO. Mən indi başa düşə bilirəm ki, niyə görə, daha doğrusu mən başa düşmürəm. Hardly-dir orada. Niyə görə bəzi insanlar onun UFO olduğunu, UFO gördüyünü düşünürlər. Uşaqlar burada görürsünüz başa düşmürəm deyir. Ona görə variant səhvdir. Məncə cavabda görsən, daha şərtli təsdiqdə verilir. I agree with people who believe in UFOs. Mən UFO-ya inanan insanlardan razıyam. Xeyr. C-də deyir ki, I understand why certain individuals might mistake them for UFOs. Mən indi başa düşə bilirəm ki, niyə görə müəyyən şəxslər onu UFO ilə səhv salırlar. Elə cavab C-dir. D-də deyir, mən UFO-nu 51-ci ərazi yaxınlığı öz gözlərimlə gördüm. Xeyr, ümumiyyətlə o cümlədə 51-ci ərazi yox. I don't know whether the UFOs are real or not. Mən bilmirəm niyə görə. Daha doğrusu mən bilmirəm UFO realdırmı, yoxsa yox. Uşaqlar, cavab C-dir. Aydın oldu necə? Bəli. Əla, sonra kimin sualı var? Deyin gəlsin. Heh. Deyin gəlsin. Müəllim, bir də 5-də mən 1, 3, 4 götürmüşdüm. 5-də 1, 3, 4. 1 ilə 4 düzdür, 3 səhv çıxıb. 1 ilə 4 düzdür, 3 səhv çıxıb. Ay Allah, bu düşmədi aşağı. 1, 3, 4 götürmüsən. Okay. Bax, what is the purpose of the mutual UFO network? Mutual qarşılıqlı UFO şəbəkəsinin məqsədi nədir? Elə ilk cümlədir. Burada the purpose of this group is research UFO sighting. Bu qrupun məqsədi UFO görüntülərini araşdırmaqdır. Birinci cavabı var. Burada ikincidə what is the real name of the Area 51? 51-ci ərazinin real adı nədir? Orada real adı verilməyib. Orada deyir ki, 51-ci ərazinin adı secretdir. İkinci abzasda Area 51 isn't the real the airport's name. Its name is a secret. Yox, daha demir nədir? Ardınca izah eləmir ki, 51-ci ərazinin adı budur. Ona görə bu verilməyib. 3-də when did Bill Fox help to design new airplanes? Bill Fox nə vaxt yeni təyyarələri dizayn etməyə kömək etdi? Bu deməli uşaqlar Bill Fox verilib. Bu Mekkahadır. Bax burada. What did Bill Fox help to design at 51? He thinks he knows the answer. Burada cavab verilməyib baxı. I could see the people who have to decide for yourself but chosen skies. Bu qeyd olunmayıb. Nə vaxt kömək etdi qeyd olunmayıb uşaqlar. 3 yoxdur axı cavablarda. 3 çıxa bilməz mən balam. Bəlkə səhv yoxlamısan. 3-ün cavabı yoxdur. 4-də what did Pat Travis see in the sky near the Area 51 and why does she believe it was UFO? 51-ci ərazidə nə gördü və niyə görə düşünür ki, bu UFO-dur? Gəlin baxaq. Pat Travis'ə aid olan abzas. Pat Travis birinci abzasdadır. 51-ci ərazisə yaxınlığında yaşayırdı. Bir gecə o qəribə işıqlar görür və düşünür ki, qeyri-adidir və yan-yana gedirdi, aşağıya düşürdü işıq və bu çox qəribə hərəkətlər edirdi. Travis düşündü ki, o kosmosdan gələn UFO-dur. Bunun cavabı var. 5-də how do government agencies respond to report of the UFO sighting? Hökumət agentlikləri UFO görüntülərini necə geri dönüş etdi? Bu qeyd olunmayıb uşaqlar. 3-ün də cavabı when yoxdur. Nə vaxt kömək etdi? Yoxdur. Bir də baxaq istəyirsən. Real airport name, pilot, new airplane. They absolutely at you. Yoxdur. I could see ikinci abzasda da yoxdur. 3-də də yoxdur. Aha, sonra hansı uşaqlar? Deyin gəlsin. Ona qədər. Ona qədər var sual. 6, 7, 8, 9, 10. Okey, yoxdursa dinləmədən yalnız readingdən bir dənə vermişəm. Dinləmədən də bir dənə. Tamam. Onda, okey. İndi siz mənə deyin görüm. Buradan readingdən sizə suallar. Sırf sözlərlə bağlı. Kim bilmirsə qeyd etsin özündən. Başqa rəng götürək. Diqqətimizi çəksin. Qırmızı götürək. Aha. Mutual nədir? Qarşılıqlı. Qarşılıqlı. Purpose nədir? Purpose. Hər kəs iştirak etsin. Səsinizi açın, birbaşa soruşanda cavab verin. Bəli, məqsəd. Research.
Axtarış. Araşdır. Araşdırma. Bəli, Araşdırma. bəli. Sightseeing. Görməli yerlər. Ziyarət. Görməli yerlər. Hətta uşaqlar, indi müsait olmaya bilərsiniz. Birazdan lüğət soruşanda görüntüləri açdıracağım sizə. Prosta indi öncədən xəbər verməmişəm, uyğun olmayanlar ola bilər. According to Yarn, the place in Nevada. Burada başqa görüm nə var, nə yox. Image, things bunlar sadədir. Disc shaped. Disk formalı. Şəklində. Ay sağ ol. Exciting. Həyəcanlı. Həyəcan verici, həyəcanlı. Strange. Qəribə. Qəribə. Hə, bu sözlər əslində abitur səviyyəsinə uyğundur. Elə ona görə deyirəm uşaqlar, bax, terminləri belə-belə mən sizdən soruşacağam. Sonra airplane, Hava təyyarə. təyyarə, Təyyarə. absolutely, Tamamilə. Tamamilə. tamamilə, saucers, Flying saucers. hərfi tərcüməsi nəlbəkidir uşaqlar. Amma burada uçan tarelka deyirlər də, uçan tarelka, alien'a. Sonra alien'dakı yad planetli, düzdürmü? Bəli, Bəli, foreigner. bəli. Foreigner. Sonra başqa. Şey. Southern, Southern cənubi. cənubi. Okay, bunu print screen eləyirəm uşaqlar. Arada sözlər soruşduğum hissələr əlinizin altında olsun. Elə belə siz də yalandan təkrarlayın. Abituriyent səviyyəsi söz kimi yanaşın. Yəni çox da ciddi lüğət deyil. Purpose məqsəddir, amma on purpose bilərəkdən deməkdir. Bir hə, qəsdən. Bəli, Qəsdən. deliberately. Bəli, deliberately. Sonra yoxdur sual, keçək dinləməyə. Yoxdursa keçək dinləməyə. Deməli. Deyəsən bu WhatsApp-da getmədi. Mən WhatsApp-dan çıxdım deyə o çıxdı. İndi təzədən göndərərəm bunu. Deyin gəlsin, dinləmə 1, 2, 3. Dinləmə 1-dən hansı sual? 2. Hə, 2-yə qədər var sual. 1-dən. Aha, yoxdursa mən bir dənə buradan sizə transkripti açıram dinləmənin. Səhifə 235-də, sizdə də kitabda əlinizin altında, arxasında görəcəksiniz ki, transkript var və transkriptlərdə Q1, Q2, yəni question 1 deməkdir o, questions 2. Bir dəqiqə, burada niyə bu getdiyə yenə? Sual 1, sual 2 göstərir, hansı ki, sualların cavablarıdır. O PDF-i Rəvanın bayaq yazdığıdır bu. Bu PDF-lər qrupda yox deyib. Testin PDF-idir də o. Kitablarımız vardı ya, PDF yoxdur. Mən əslində kim istəyirsə atıram, amma ötən dərs elə biz onu deyəsən kimsə dedi. Mən də onlayn dərsdəydim ya da kursdaydım deyəsən. Dedim yoldaşlar açsınlar. Bir dəqiqə uşaqlar, bunu mən yenidən yoxlayayım. Sonra unudular. Bir dəqiqə atdım. Reading-i atdım qrupa. Siz də dinləməni açın tez. Dinləmənin cavabları var, cavabları var qrupda. Hərəsi ayrı-ayrı PDF kimi göndərdim. Okey. İndi keçid alaq dinləmələrə. Və eyni zamanda burada uşaqlar transkripti görürsünüz. Burada Q1, Q4 bu bilirsiniz nə deməkdir? Question 1, question 4. Yəni sual 1, sual 4-ün cavabıdır. Bizdə də 2-dən sual düşüb ki, gəlin testə baxaq. 2-də deyir ki, yaxınlaşdıraq. Answer the question according to the dialogue. Suala əsasən dialoqa əsasən suala cavab ver. Which team did Richard's team play against last week and where are the players from? Hansı komanda Richard'ın komandasından oynayırdı keçən həftə və oyunçular haradadılar? Uşaqlar, burada transkriptdə görürsünüzmü?
Ən axırıncı abzasda qeyd olunub ki, yes, the Polish students have a good team, but not as good as the Spanish team. We played last week. Bəlidir, polyak tələbələr yaxşı komandadır, lakin İspanlar kimi deyil, yaxşı deyillər. İspanlar qədər yaxşı deyillər. Biz ötən həftə oynadıq. Uşaqlar, bu onların məktəbində, Amerikan beynəlxalq məktəbində polyaklar da var, hansı ki Poland dilində danışırlar və burada bax o 3-cü Q3 yazılan hissədə qeyd olunub və həmən komandanın tərkibindədirlər. Burada isə uşaqlar Spanish team from Poland deyil bu. İspan komandası Polşadan niyə olsun? İspan komandasıdır, hansı ki İspaniyadandır. From the Spain. Cavab D. Aydın oldu. Polish adı çəkilir, amma demir onlarla oynayıb. Ardınca baxın yenidən. Deyir ki, Spanish teamlə, Spanish komandasından oynadım. Hansı ki keçən həftə. Aydın oldu hər kəsə. Sonra hansı uşaqlar? 3, 4, kimdə var sual? Yoxdur heç kəsdə. 100%. Səhvi gizlətməyin. 5 var. Səhvi gizlətsəz, nəsə anlaşılmazlıq qalsa, növbəti testlərdə də eyni test düşəndə, bu izlərdə, onda əziyyət çəkəcəksiniz. Deyin vaxtında. 5-ə qədər var sual. Yoxdur heç kəsdə. Okey. Uşaqlar, mən sizdən bilirsiniz nəyi istəyirəm. Reading testlərini yazanda, orada 6 daxil olmaqla test strukturdur. 6-dan sonra açıq sualdır. Esseni hələ ki ehtiyac yoxdur, başlayanda yazarıq. Essay qədərki o açıq suallar var, lexical based, söz əsaslı, leksik əsaslı testlər. Orada bir test sinonim testi olur və onun cavablarda görürsünüz ki, qarşılığı 6-7 dənə sözdən ibarət sinonim yazılıb bir sözə. Siz o testi yazanda sırf açın cavabları, oradakı sinonimləri lüğət kimi əzbərləyin. Bu sizə əməlli başlı sinonim lüğəti olacaq zaten. Bir də ki, onsuz da dərs ərzində mən sizə bonus lüğət çıxardıram. Hər dərs, okey. İndi dinləmədən görün mən sizə nə soruşa bilərəm. Buradakı sözlər də hələ ki sadədir. Railway station bilirsiniz nədir? Railway station. Həqiqi vəziyyət. Dəmir yolu stansiyası. Hə, dəmir yolu, bəli, railway. Railroad da var. Yes. Amma railway deyil o əslində. Başqa görə burada nə ola bilər? Qalanı hamısı çox sadədir, abituriyent səviyyəsidir. Okey, mən ümumi gözümə dəyən soruşulası sözü soruşuram, amma kiminsə bilmədiyi nəsə olarsa, bazısı çox zəif uşağı bilmirsən də hansı sözü bilmir, hansını bilir. Ona görə özünüz də